Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın məhkəmə prosesi davam edir və Bakı məhkəmə kompleksində bugün də növbəti baxış iclası keçirilib. Hazırki mərhələdə iş üzrə keçən çoxsaylı sənədlər, sübutlar, faktlar araşdırılır və zərər çəkənlər ifadə verirlər. Həmin zərər çəkənlər Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə və işğalçılıq siyasəti nəticəsində 2021, 2022, 2023-cü ildə zərər çəkənlərdir. Onlar ifadələrində bir daha qeyd edirlər ki, həmin vaxtı Azərbaycanın əraziləri, mövqeləri Ermənistan tərəfindən iri çaplı silahlarla atəşə tutulurdu. 44 günlük vətən müharibəsindən heç bir nəticə çıxarmayan Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibə və işğalçılıq siyasətini davam etdirirdi. Həmin vaxtda da Azərbaycan ərazilərində qalmış Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı birləşmələri torpaqlarımızda müxtəlif təxribatlar törədirdi. İri çaplı silahlarla Azərbaycanın mövqelərini atəşə tutur. Eyni zamanda təkcə bu təxribatlar zamanı silahlı qüvvələrimizin xidmət edən hərbi qulluqçular, əskərlər deyil, eyni zamanda mülki vətəndaşlar, hansı ki işğaldan azad olunmuş ərazilərimizdə bərpa quruculuq işləri ilə məşğul olan mülki vətəndaşlarımız da zərər çəkirdi. Məhkəmə prosesində həm də Ermənistan Azərbaycana qarşı apardığı mina terrorundan zərər çəkənlər ifadə verirlər. İfadələrdə bir daha təsdiqini tapır ki, 2020-ci ildən sonra da Ermənistan Azərbaycana qarşı mina terrorunu davam etdirir və həmin vaxtda hələ də işğal altında saxlanılan Laçın dəhlizi vasitəsilə minaları Azərbaycan ərazilərinə gətirirdi, burada bastırırdı. Həmin minalardan təkcə silahlı qüvvələrimizin xidmət edən əskər və qulluqçular, hərbi qulluqçular deyil, həmçinin mülki vətəndaşlar da zərər çəkirdi. Anaman əməkdaşların da ifadələrindən bəlli olur ki, aşkarlanan minalar həmin vaxtda əsasən son illər bastırılmış minalar Ermənistan istehsalı olub. Zərər çəkənlər ifadələrində hansı şəraitdə necə zərər çəkdikləri barədə ifadə verirlər və qeyd olunur ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın hətta ərazilərini iri çaplı silahlarla atəşə tutarkən üzərində tanınma nişanı olan belə avtomobilləri də atəşə tuturdu. Məhkəmə prosesi açıq keçirilir. Təqsirləndirilən Ruben Vardanyan özünün seçdiyi vəkillə təmin olunub. Eyni zamanda ona rus dilində tərcüməçi ayrılıb. Eyni zamanda prosesdə çoxsaylı zərər çəkənlər həm zərər çəkmiş qismində əyləşirlər, həm də ifadə verirlər. Biz ASV komandası olaraq açıq keçən məhkəmə iclası ilə bağlı mütəmadi məlumatları tamaşaçıların diqqətinə çatdırırıq. Bugünkü açıq keçən iclasla da bağlı bizim xəbərlərin növbəti buraxılışında xüsusi reportajımız olacaq ki, onu da tamaşaçıların diqqətinə çatdıracağıq. Hələlik isə bu saata çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən mərkəzdə, studiyadadır.